Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova 20 dekabr 2022-ci ildə İngiltərədə Oksford Universitetinin Liderlər Sammitində ixtiralarına görə Oksford Birliyinin fəxri professoru, diplomu və qızıl medalı ilə təltif olunub. 6 mart 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən tərəqqi medalına layiq görülüb. Azərbaycan Fitoterapevtlər İctimai Birliyinin sədri olan Məlahət Qəhrəmanova 4 kitabın müəllifidir, 23 patentə sahibdir. Doktorumuzun dosyası ilə tanış olduq. Deməli, studiyamızın qonağı Nərgiz Tibb Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, fitoterapevt Məlahət xanım Qəhrəmanovadır. Doktor, xoş gəlmişsiniz, sabahınız xeyirli olsun. Sizi görməyimə çox şadam. Bu günü deyərdim ki, xüsusi gözləyirəm, həqiqətən də tam səmimi deyirəm. Çünki çox gözəl, maarifləndirici, çox belə xalqın dilindən mövzulara cavab verirsiniz. Əziz izləyicilərimiz, anonslardan da gördüyünüz kimi bugünkü mövzumuz bir sıra həzm sistemi problemləri, qaraciyər və öd kisəsi haqqında olacaq. Saysız hesabsız mənə, doktor, öd kisəsi ilə bağlı, onun yuyulması ilə bağlı suallar gəlib. Mən istərdim ki, elə birbaşa elə öd kisəsi ilə başlayaq. Ümumiyyətlə, öd kisəsinin yuyulmasına nə zaman ehtiyac duyulur? Niyə görə bu proses həyata keçirilməlidir? Baxın, əvvəla onu deyim ki, insan orqanizmi çox həssasdır və çox da bir-birinə bağlıdır. Öddən danışdıqda qaraciyərdən danışmamaq mümkün deyil. Çünki öddə olan, onun içərisində olan mühtəviyyat, ödün məhsulu məhz qaraciyərdən ötürülür. Qaraciyərdən ötürüldüyü üçün orqanizmə düşən bütün zərərli maddələri zərərsizləşdirərək öd kisəsinə ötürür ki, bu öd kisəsinə gələn mühtəviyyat sarı, qızılı rəngdə olur. Amma ödün funksiyası pozulduqda, təbii ki, burada öd kisəsində qalan öd mühtəviyyatı get-gedə qatılaşır və normal süzmədikdə o tünd zeytun rəngini alır. Və bu zaman bir çox, demək olar ki, fəsadlar yarana bilir. İlk öncə onu deyim ki, ödün funksiyası orqanizm üçün həzmdə başlıca yer tutur ki, onun tərkibində olan komponentlər həzm prosesini artırır, peristaltikanı sürətləndirir və həzmin yaxşılaşmasına gətirib çıxarır. İnsanlar bəzən qəbizlik olan zaman, mədə-bağırsaq sistemi xəstəlikləri olan zaman yalnız düşünürlər ki, bu mədə-bağırsaqdandır. Amma mədə-bağırsağın funksiyasında təbii ki, öd kisəsinin rolu, başlıca rolu həzmdə iştirak edən həmin o komponentlərdir ki, həzmi yaxşılaşdırır. Və qeyd etməliyik ki, öd kisəsinin funksiyası pozulduqda daha çox hansı əlamətlərlə özünü biruzə verir? Öd kisəsinin funksiyası pozulduqda təbii ki, ilk öncə sağ qabırğa altı nahiyədə ağrıların olması müşahidə oluna bilər. Xroniki xolesistit və kəskin xolesistit bugün çox yaygın bir xəstəlikdir. Ən çox da qadınlar arasında. Bu xəstəlik çox qlobaldır və həmin zaman kəskin xolesistit zamanı tutma şəkilli pristupların, sancıların olması, tez-tez həddindən artıq görürsünüz, belə insanda allergik həssaslığın olması müşahidə oluna bilir ki, bu zaman ödün funksiyası pozulduqda, bura əsas 4 amil daxildir ki, ödün funksiyasının pozulmasında ilk öncə demək olar ki, medikamentoz müalicələrdir. Həddindən artıq çox kimyəvi dərmanlar qəbul edən şəxslərdə, alkollu içkiyə, pis vərdişlərə, yersiz həddindən artıq kimyasal məhsullar, evdə işlətdiyimiz sredstvalar, yəni evdə işlədilən qab yuduğumuz ya polu silən kimyəvi maddələr, bunlar təbii ki, orqanizm üçün problem yarada bilən amillərdir ki, bu xəstəliklər zamanı mütləq, məsələn, xroniki xolesistitdə, kəskin xolesistitdə allergik həssaslığın da artması müşahidə olunur. Viruslardır, bakteriyalardır, bunlardan sonra da öd kisəsində dəyişikliklik olur ki, parazitar xəstəliklərdir ki, ən çox da ləmbulozlarda öd kisəsi daha çox zərər görə bilir. Belə olduğu halda ödün funksiyası pozulduqda xəstələrdə
ürək bulanma, baş ağrısı, həddindən artıq qəbizliyə meyillilik. Bundan başqa xəstələrdə çox vaxt görürsünüz ki, belə xəstələrdə səhərlər öyümə hallarının olması, bəzən bayaq deyirsiniz xalqın dilində danışma, el arasında belə sözdə var ki, ödümü kustum, sarpamı kustum, ondan sonra sakit oldum. Yəni bu nə deməkdir? Öd kisəsinin funksiyasının pozulması, öddə seliyin miqdarının artması, öddə olan durğunluq, öd daşları bu əlamətləri verə bilir. Və öd kisəsinin funksiyası pozulduqda, məsələn, parazitar xəstəliklərdə, qurd xəstəliklərdə ləmbulyası olan insanlarda öddə seliyin miqdarının artması və öd kisəsinin funksiyasının pozulmasına gətirib çıxarır. Bəzən belə insanlarda uzun müddət sağ qabırğa altı nahiyədə ağrının olması, bəzən insanlar onu qaraciyərlə də qarışdırır. Deyir, qaraciyərim yüklüdür, qaraciyərimdə ağrı var. Ancaq bu adətən öd kisəsinin ağrısı ola bilir və 12 barmaq bağırsağının xorası olduqda və biraz da məsələn bu mədə-bağırsaq sistemi qoşulduqda öddə daha çox problemlərin olması müşahidə olunur ki, belə ağrıların biri də demək olar ki, kürək nahiyəsində ağrıların artması bəzən xəstələr müayinə zamanı aşkarlanır ki, 12 barmaq xorası var. Yəni bunu niyə deyirəm? Öd kisəsinin funksiyasından çox şey asılıdır. Əgər uzun müddət mədə-bağırsaq problemi olan xəstələr mütləq öd kisəsinin funksiyasında nəzərə almalıdır. Öd kisəsinin funksiyası çox önəmlidir. Çünki həzm prosesində bayaq qeyd etdiyim kimi qəbizliyə meyilliliyin əksəriyyətində öd kisəsinin funksiyasının pozulması da durur. Ümumiyyətlə biz danışanda adətən fikirləşirik ki, öd kisəsi çox vaxt deyirlər ki, kəsib atırsan, canını qutarırsan o. Amma bu yanlış bir fikirdir. Kalikuloz xolecistitdə öd daşı olan insanlarda get-gedə o daş mədə-altı vəzədə təsir edilir və xroniki pankreatitin yaranmasına səbəb olur. Öd daşının əmələ gəlməməsi üçün ilk öncə mən deyərdim ki, mütləq ödün müayinəsi aparılsın və ödün müayinəsindən sonra demək olar ki, dəqiq müayinə və müalicə aparılmalıdır. Ödün müayinəsi nədir? Necə aparılır, doktor? Bu, təbii ki, ultrasəs müayinəsi zamanı aşkarlanır. MRT-də, KT-də də görünə bilir. Amma ən dəqiqi mən deyərdim ki, ultrasəs müayinəsində aparılan müayinədir ki, öd axarları, öddə olan daş, məsələn, bəzən axarlarda da əmələ gələ bilir. Qumdur, çöküntüdür bunlar, öddə əmələ gəlir və uzun müddət qaldıqdan sonra o qum dənəcikləri birləşərək iri daşlara çevrilə bilir. Və bu daşların olmaması üçün ilk öncə insanlar ödün funksiyasına nəzər yetirməlidir ki, o qum, o çöküntü yarandıqda təbii ki, bu problemlər üzə çıxacaq. Və onu qeyd etmək istəyirəm ki, ödün yuyulma prosedurunu siz qeyd elədiniz. Sovetlər devrində zondlama üsulu var idi. Zond ilə öd kisəsindən müəyyən möhtəviyyət çəkilirdi və o möhtəviyyət çəkilən zaman xəstə deyirdi, ödümü yudum, rahat oldum. Bəli, təbii ki, o prosedur zamanında insanlar bir müddət rahat ola bilir. Amma biz dediyimiz prosedur, ödün yuyulma proseduru klinikamızda tam təbii üsullarla aparılır və zondsuz üsulla aparılır. Burada niyə görə? Çünki burada tək öddən möhtəviyyatı götürmək önəmli deyil. Qaraciyərin funksiyası, mədə-altı vəzin, mədə-bağırsaq sisteminin funksiyası, bunların hamısının böyük rolu var. Əgər ödün möhtəviyyatı təmizlənən zaman bunları da təmizlədikdə, yəni bizim müalicə üsulumuz budur, onda daha effektiv nəticə almaq olur. Ödün yuyulma proseduru tubaş kimi ev şəraitində aparırlar. Məsələn, asorbit, istifadə işlədici dərmanlardan istifadə edirlər, müəyyən mineral sulardan istifadə edirlər ki, bu təhlükəlidir, bəli? Əgər müayinə olunmamış öd üçün təbii ki, təhlükəlidir. Öddə daş ola bilər. Baxın, biz xırda daşlar iri daşlardan daha təhlükəlidir. Onların kanala düşmə, daşın gəlib boynuna düşmə ehtimalı çoxdur. Məsələn, qaraciyərin funksiyası öddən paralel aparılır ki,
daha effektiv olsun. Çünki qaraciyərdə yaranan patologiyalar öddə də özünü göstərir. Öddə problem yaranırsa, mədə-bağırsaqda da özünü göstərə bilir. Mədə-bağırsaq sisteminin normal fəaliyyətin olması üçün ödün normal süzməsi önəmlidir. Və qəbizlikdən biz danışanda çox danışmaq olur. İnsanlar ən çox da yaşlı nəsil, məsələn, allergik həssaslığın olması, həddindən artıq xəstələrdə allergik həssaslıq olan zaman müəyyən allergik preparatlardan istifadə edirlər. Amma öd kisəsinin möhtəviyyatı təmizlənməyincə, ödün müalicəsi normal aparılmadıqda o allergik həssaslıq azalmır. Və ona görə də ödün funksiyası pozulan zaman mütləq, məsələn, o ödün yuyulma prosedurundan ödün təmizlənmə proseduru istifadə olunmalıdır. Doktor, Bizdə, bəli, buyurun. Çox üzr istəyirəm. Hər bir kəs bu öd yuyulma prosedurundan istifadə edə bilərmi? Yəni, hər kəsə məsləhət olunurmu? Bunun heç bir riski falan yoxdur. Bayaq qeyd elədim. Əgər daş varsa, təbii ki, bu qətiyyən mümkün deyil. Çünki qaş gəlib kanala düşsə, daşın kanala düşməsi böyük bir problemin yaranmasına səbəb ola bilər. Həmçinin də xəstədə sarılıq. Məsələn, adi, görsə ki, xəstələrdə belə bir şey var ki, kisə dolu daşdır, amma onu narahat eləmir. Xəstədə heç bir problem yoxdur. Amma xəstədə olmaya bilməz problem olmasın. O pristup vermir, narahatçılıq vermir. Xəstədə təzyiq də ola bilər, allergik həssaslıq da ola bilər. Xəstədə çox narahatçılıqlar olur, həzmində də problem olur, yeyir, köpür, qəyirmə olur, mədə-bağırsaq narahat olur. Bunlar olur, amma xəstə onu daş mənə pristup vermir, ağrıtmırsa deyə bizim bir rahatçılığımız var da ki, əgər vermir, ağrımırsa demək problem deyil, qala bilər. Amma o illərlə qaldıqca o daş daha böyük fəsadlara yol açır. Mədə-altı vəzi körlüyür, təbii ki, mədə-altı vəzdə yaranan problemlərin özü də insanlarda böyük narahatçılıq verir. Qaraciyərin yüklənməsinə gətirib çıxarır və həzm sistemində normal, lazım olan difikasiya aktı da olmur və qəbizliyə meyillilik daha çox olur. Və qeyd etməliyəm ki, qəbizlikdən biz çox danışırıq. Kiçik yaşlı uşaqlardan tutmuş, ta ən yaşlı insanda belə bunun olması mümkündür. Və biz çalışırıq ki, müalicə müddətindən öncə diaqnoz dəqiq olsun. Bəzən xəstələr gəlir müayinədən yayınmağa çalışır və müalicə alan insanlar da, məsələn, ən çox rastlaşdığımız nədir? Xəstələrin böyük əksəriyyətində həkimləri tez-tez dəyişmək, verilən qaydaları düzgün aparmamaq. Nəticə görməyəndə dəyişməsi normal deyilmi, doktor? Bax, nəticə, axı sən o müalicəni yarımçıq qoyursa nə nəticə olacaq? Bəzən orqanizmdən asılı olaraqdır. Siz çox qəşəng sual verdiniz. Baxın, əgər bir xəstə bir aya effekt görməyə çalışırsa, bu həkimin günahı deyil. Bu orqanizmin ona verdiyi reaksiyadır. Baxın, əgər 10 nəfər xəstə gəlir, onunla da eyni xəstəliklə eyni müalicə tətbiq olunsa, baxacaqsınız ki, onun 8-ində müsbət nəticə var, ikisində müalicə uzana bilər. Müalicə lazım effekti verməyə bilər. Amma xəstə onu yarımçıq qoyub, gedib bir başqa həkimdə müalicə alırsa, o yenə də həmin effekti alacaq. Çünki biz bunu illərlə görürük. Mən 43 il təcrübəm var, yox. Bu 43 ildə görün biz nə qədər xəstə görürük. Və bu xəstələrin özlərinə elədiyi ziyan həkimdən çoxdur. Amma hamı fikirləşir, bizdə belə bir psixologiya var ki, üzr istəyirəm, həkim günahkardır, bu sağalmır. Xəstə sağalmaya bilər. Nə vaxtı? Əgər o müalicəsini düz aparmırsa, düzdür, təyinatdan çox şey asılıdır. Protokolla olan müalicələrdə bəzən fərdi yanaşmalar da olmalıdır. Fərdi yanaşma, eyni zob xəstəsinə eyni müalicə verilir, amma fərqli nəticələr ola bilər. Bu, orqanizmin reaksiyası var. Orqanizm hər müalicə eyni cavabı verməyə bilər. Burada o həkimin günahı deyil ki, həkimlərimiz bugün çox yaxşı həkimlərimiz də var, savadlıdır, öz üzərində işləyən həkimlərimiz çoxdur. Amma mən qeyd edim ki, xəstələr müayinələrdən yayınır. Gəlir, baxırsan ki, onun xəstəliyinə aid orada bir müayinə yoxdur. İmkanım olmadı, verə bilmədim. Bu həkimin günahı deyil ki. Həkimin məsuliyyəti odur ki, xəstəyə normal müalicə yazsın. Gəlin, biraz da həqiqəti deyək də. Bu,
mən də çox rastlaşıram bu şeylərlə. Hər dəfə həkimləri günahlandırırlar, həkimlər belə həkim. Həkimlərin günahı odur ki, xəstəyə müalicəni verir, yazır, xəstə gedir evdə normal müalicə alır. Amma doktor, səhv diaqnoz qoyan həkimlər də var, məsələ Səhv orasında. diaqnoz çox da mən deməzdim. Ola bilər yanlış olsun. Tam yanlış yöndən müalicə aparan həkimlər də var. Yox, baxır hansı xəstəlikdə. Elə xəstəliklər var ki, onlarda yanaşı gedişli xəstəliklər var. Amma həkim, hər bir həkim məsuliyyət daşıyır. İstər daha dəqiq olsun, daha düzgün olsun müalicəsi. Heç bir həkim istəməz ki, xəstəyə səhv müalicə yanlışsın. Klinika dəyişə bilər, istər dəri xəstəliklərində, istər allergik həssaslıqda, istər mədə-bağırsaq xəstəliklərində. Xəstə get-gedə, bugün xəstəliklər də o qədər dəyişib ki, yəni hər şeyi həkim günahlandırmaq olmaz ki, xəstə gəlib bir ay müalicə alır, bax, dünən 2 dənə elə xəstə gəlib mənim yanıma. Bir dənə qız uşağı gəlib, bunun bir 25 saat yaşı var, indi toya hazırlaşırlar, indi yadlarına düşüb ki, bir ay müalicə alıb getmişəm, indi gəlmişəm, doktor bizə kömək elə. Niyə? Əllərində bütün göbələk var, yara var, yaxşı olub, sağalıb. Bir ay müalicəni alıb, gedib dəri yaxşı olub, sağalıb, saçı indi tökülür, dırnaqlarında problem var, parazitin müalicəsini axıracan alınıb, təkrar müraciət edir ki, biz onda sağalmanı gördük, gəlmədik, indi gəlmişik. Axı, bunu həkim gedib bir-bir xəstələri axtarmalı deyil. Bu, xəstə öz müalicəsində məsuliyyətdə olmalıdır. Təbii ki, o bir aya sağalmayacaq. Təbii ki, bir aya sağalmayan xəstəliklər var. Bu, tək adi qrip xəstəliyini götürək, o ervilər özü heç bir aya sağalmaya bilir. Yəni, insanlar fikirləşməlidir öz sağlamlığını və orqanizmdə gedən bütün patologiyaları həkim izləyir və lazım olan müalicəni tətbiq edir. Müalicə, məsələn, kiçik yaşlı uşaqlar gəlir, qurdum müalicəsinə, deyəcəm, belə praktik olan, gördüyüm bir şeyləri açıqlamaq məcburiyyətindəyəm. Valideyn uşağa o qədər diqqət, qayğı göstərir ki, uşaqlar bəzən o qayğıdan istifadə edir və özü uşaq da deyil, böyük qızdır. Valideynin verdiyi, bu uşaq yemir, bu uşaq müalicə aldığı müddətdə həkim gəlib uşağı yedizdirməli deyil ki. Normal qida rasionu olmalıdır. Öd kisəsinin funksiyasında da normal qida rasionu olmalıdır. Əgər az-az yiyib, tez-tez yeməsən, öd süzmür. Öz süzməyəcək. Əgər normal qida rasionun sənin yoxdursa, 10 dənə meşokla dərman qoyura, 20 dənə də həkimə get, yenə həmin vəziyyət səndə yaranacaq. Sən öz qida rasionunu, öz həyat tərzini, yaşam tərzini düzgün qurmalısan ki, sağalma üçün mədə xoraları, mədə yaraları, öd kisəsinin funksiyası pozulan xəstələrdə necə olmalıdır? Qida rasionu dəqiq olmalıdır. Pəhrizlərə riayət olunmalıdır. Yuxu rejimi normal olmalıdır. Təmiz hava olmalıdır. Bu şeyləri biz hamısını həkimin günahına, həkimin üstünə yazmaqla deyil ki, amma elə xəstələrimiz var ki, mən illərlə, məsələn, 10 ildən sonra gəlib, 5 ildən sonra gəlib, 3 ildən sonra gəlib, qohumunu gətirir, dostunu gətirir. Bu xəstələr özlərində diqqətli müalicə aparan xəstələrdir ki, qayğı ilə düzgün müalicəsini aparır, sağalır. Uşaq əgər yemirsə, düzgün qida rasionu yoxdursa, dərman içməklə xəstə sağalmaz. Mən bunu dəfələrlə deyirəm. Xəstə o zaman sağalır ki, həm düzgün həyat rejimi olmalıdır, dərmanlarını vaxtında içsin. Amma qida rasionu insan üçün önəmlidir. Bugün pəhrizlər çox qlobaldır. Bugün diyetalar çox qlobaldır. Müəyyən pəhrizlər, müəyyən xəstəliklər üçün var. Amma o pəhrizləri düzgün eləmək lazımdır. Yəni, bir körpə uşaq, bu deyək ki, bir 10 yaşı var. Uşağın inkişaf devridir. Onun hər şeyi yeməməsi, keyfiyyətsiz qida qəbulu immun sistemi zəiflədəcək. İmmuniteti olmayan, orqanizmin gücü olmayan insan necə sağala bilər? Bunları biz həkimlər çıxırıq, danışırıq, xəstəlikdən gedirik. Amma bu detalları biz vurğulamırıq ki, insan orqanizmi çox həssasdır. İnsan orqanizmi düzgün qida rasionu, mən keçən verilişimizdə də dedim,
Orqanizmin gündəlik vitamin balansı olmalıdır. Biz gündə o milliqramlarla o vitaminləri qəbul eləmiriksə, vitamin çatışmamazlığı, immun sistemin zəifləməsi, bunların hamısı yaranacaq və sizin içdiyiniz dərmanlar, sizin orqanizmin gücü yoxdursa, kilo ilə dərman içirsiniz, bütün gün ərzində bu dərman içən insanlar var. Orada qida rasionu da önəmlidir. Orqanizmin gücü və balansı olmalıdır. Dərman insanı yaşatmır, insanı yaşadan qidadır. Normal qida rasionu olmalıdır. Amma doktor, indi mən özüm də sezirəm, yəni ki, hər dəfə izləyirəm, bir çox, necə deyərlər ki, məşhur olan xarici blogerləri götürüm ki, nə qədər vaxtımız var, sualım... Aha, qısa fasilədən sonra ikinci hissəmizlə biz burada olacağıq. Çox maraqlı bir mövzuya toxunacağım. Sualımı ünvanlayayım, cavabını reklamdan sonra, fasilədən sonra verərsiniz. Baxıram ki, onların boşqablarında balaca bir qida olur, amma ondan sonra ovuc-ovuc vitaminlər atırlar, doktor. Yəni, bunların rutinidir. Çox doğrudan qəribə gəlir ki, biz bu qədər yeyirik, vitaminlər qəbul edirik, maşallah boşqabımız da belə dolu olur da, bilirsiniz ki, bizim psixologiyamızda var. Çox gözəl, mən indi bu suala sizə qəşəng cavab verəm. Aha, qısa aradan sonra biz davam edəcəyik. Məlahət xanımı bilirsiniz ki, cavabları çox xüsusi olur, heç bir yerə ayrılmırsınız. Qısa fasilədən sonra biz mövzumuza davam edirik. Buyurun, doktor. Baxın, deyirsiniz ki, xaricdə İnsanlar ovuçla vitaminlər içir. Bizdə içmirlər, bizdə də içirlər. Bu günləri çox içirlər vitaminləri. Amma bir şeyi unutmaq olmaz ki, yəni, natural alınan qida qaraciyərdə depo eləyirsən, onu içməyə ehtiyacın da olmur. Amma natural qidalanmayan insanlar ömür boyu onu içmək məcburiyyətindədir. Baxın, kalsiyini çox içərsən, börəklərdə, öd kisəsində daşlar əmələ gəlir. Daşların kalsiy çöküntüsündən, fosfordan, məsələn, ağır metal tərkibli sinkin özünü götürək. O dərmanların əks göstərişlərini niyə oxumursunuz? Bəli. Gəlin, onların əksinə də var. Sinki içən xəstələr var ki, mədəsindən sonra onlar əziyyət çəkir. Yox? Bəli, bəli, doktor. Niyə siz kök sokundan istifadə etməməlisiniz, A vitamini atmalısınız? Niyə görə siz dəmiri normal olaraq qidada qəbul eləməməliyik, gedib dəmir preparatı içməliyik? Axı, bunların fəsadlarını da istənilən dərmanların hamısının anotasiyasında yazılır ki, hansı xəstəliklərdə hansı fəsadlar o dərmanları içdikdən sonra ürək bulanma olur, başa, nevroloji dərmanları içən xəstələr. Əksəriyyətində qəbizlik yaranır, əksəriyyətində görürsə ki, baş ağrıları olur, ürək bulanma olur, narahat. Xəstələr müraciət edir bizə. Mən belə şeyə biraz diqqət eləyənəm. Nə mənada? Özəm, cavan gəlindir, gəlib, son vaxtlarda müalicə alır, amma xəstə onu o qədər də fikirləşmir. Baş ağrısı var, ürək bulanması var, özünü pis hiss edir. Amma o içdiyi dərmanlardan olduğunu, dərmanın əlavə təsirini nəzərə almır. Başlayıb həkimləri gəzmək ki, mən deyirəm, nə hansı dərmanları içirsən? Mən bu qədər dərman içirəm. Bu dərmanların əlavə təsiri var. Sənin mədə bağırsağında heç nə yoxdur. Sənin başqa bir baş ağrını verəcək bir problemin yoxdur. Yəni, bunların hamısına diqqət yetirmək önəmlidir. Xəstələr gəldikdə, biz çalışırıq ki, onlara daha yaxşı xidmət göstərək, daha yaxşı kömək eləyək. Həkimin işi xəstəni sağaltmaqdır. O xəstə ki, sağalmır, həkim üçün demək olar ki, normal hal deyil. O saat xəstə həkimi günahlandıracaq. Yenə də orqanizmdən asılı olaraq müalicələr fərqlidir. Öd kisəsinin funksiyası pozulan xəstədə, məsələn, xanımlarımız ən çox kosmetoloji vasitələrə çox ehtiyacı var. İnanırsınız ki, onu deyəcəkdim. İnsanın rəngində bir boğulma yaranır. Düşünmür ki, bu ödündən ola bilər. Qəbizlikdən olur, öddən olur, mədə bağırsaq həzm sisteminin normal olmaması, təbii ki, dəridə durğunluq yaranır. Qaraciyərin funksiyası, fəaliyyəti normal olmadıqda dəridə o durğunluğu, o boğunuqluğu hiss eləyəcək. Amma bir şey də unutmayaq ki, əgər bugün öd kisəsinin funksiyası pozulan zaman
rastlaşdığımız o xəstəlikləri tək kosmetoloji vasitə ilə biz örtə bilmərik. Kosmetologlar bugün çox aktivdir və çox da gözəl prosedurlarımız var. Mən demirəm. Mən heç vaxt heç kimin işini yəni küçümsəyib, nəsə bu olmaz, o olmaz deyə bilmərəm. Amma insan özü öz orqanizmində gedən patologiyanı bilməlidir. Əgər bir xanımın öd kisəsində daş varsa, ödündə qatlaşmış çöküntülü ödü varsa, qəbizliyi varsa, o dəridə heç bir effektiv nəticə almaz. Bağırsaqların funksiyası dəri üçün çox önəmlidir. Məsələn, yaşlı nəsil arasında bugün çox müraciətlər olur. Gecə tutma şəkilli qaşınmalar. Qaşınması olan xəstələr yaxınlaşır və ən çox da bunlar allergik həssaslıqdan əziyyət çəkirlər. Refluksda, mədə refluksu da o allergik həssaslığı artırır. Helikobakter özü də allergik həssaslığı artırır. Ondan başqa parazitar xəstəlik ləmbuliyası olan, askaridi olan, toksikarda, angilistoma, bu xəstəliklər olanlarda da allergik həssaslığı arta bilər. Öddə qatlaşmış çöküntülü öd daş varsa, bu da allergik həssaslığı artıracaq. İlk öncə bunları bilmək lazımdır. O ki, qaldı kosmetologiya sahəsində dəridə olan problemlərin 99%-i məhz qaraciyərin, ödün, mədə bağırsağın funksiyasından asılıdır. Xanımlarda ləkələr var üzlərində. Dəridə olan ləkələr bugün yay aylarında günəş şüası olduqda daha aktiv olur. Bəzən bunları hamiləlik ləkələri də deyirlər. Hamiləlik zamanı bir şeyi unutmayın ki, öd kisəsinin funksiyası dəyişir. Öd kisəsində yaranan pigmentasiya verir o ləkələri. Bu insanlar bunu bağlayır, günəş ləkəsi, ödün funksiyasından, dəridən yaranan problemlər günəş vasitəsilə də yarana bilir. Amma əksərən insanlarda, xanımlarda öd kisəsinin funksiyası pozulduqda təbii ki, həmin o dəri problemlərindən üzləşə bilirlər. Aknelerin özündə, səpkilərin özündə, istər saç dibində olsun, istər dəridə olsun, sebariyalarda da ola bilər, məsələn, saç dibində olan patogen mikroplardan da yarana bilər. Bunlar dəri problemləri ola bilər. Amma daxildən yaranan o toksik təsir onları aktivləşdirir və ona görə də biz deyirik ki, ödün, qaraciyərin funksiyası, mədə bağırsağın funksiyası önəmlidir. Parazitar xəstəliklərdə mən mədə bağırsaq sistemi ilə danışan zaman ondan yan keçə bilmərik. Ən çox da ləmbulə və nazik bağırsaq, 12 barmaq bağırsaqda yaranan iftidailərdən ləmbulədir, blastosistidir. Blastosisti özü mədə bağırsaq sistemində çox böyük iltihab yaradır, infeksiya yaradır. Məsələn, bütün parazitlər, qurtlar bağırsaqlarda infeksiya yarada bilər. Qurdun müalicəsini dəqiq apardıqdan sonra dəridə aparılan müalicələr daha effektiv olur. Düzü, psoriazdır, vitiligodur, müəyyən dəri xəstəlikləri var ki, bunlar biz deyirik ki, gedib qaydan olur və sağalmaya bilər. Çünki elmə bunların etiyologiyası tam məlum deyil. Və bugün qəbizliyi olan xanımların əksəriyyəti ancaq kosmetologiya ilə məşğuldur. Üzlərini ən bahalı kremləri alaq. Nə qədər istəyirsən istifadə elə, dərinin problemi daxildən gəlir. Bağırsaqların normal fəaliyyəti. Baxın, qəbizliyi olan insanlarda, istər yaşlı nəsil, istər cavanlarda mütləq dərisində problem olacaq. Mütləq qaşınmaya məruz qalacaq. Köp olan zaman diafragma sıxılır. Diafragma sıxılan zaman təzyiqin yüksəlməsi müşahidə olunur. Təzyiqin yüksəlməsi müşahidə olunduqda da təbii ki, bəzi insanlarda baş ağrıları olur, halsızlıq olur, yorğunluq olur. Öd kisəsinin funksiyası orqanizmdə çox önəmlidir. Və orqanizmdə öd kisəsinin funksiyası normal olmadıqda bir çox xəstəliklərlə yanaşı gedişli də ola bilir. Müəyyən xəstəliklərin yaranmasına da səbəb ola bilir. Qəbizlikdə də, öd daşının yaranmasında da ödün funksiyası, durğunluğu olduqda bu xəstələrdə olacaq. Amma bəzən bayaq deyirsiniz ki, ovuçla vitaminlər için. Yersiz içilən vitaminlər belə, artıq içilən vitaminlər belə orqanizmdə müəyyən daşların əmələ gəlməsinə, bağırsaq daşlarının yaranmasına əmələ gəlir. Onlar, bugün biz Avropa deyərək, ya xaricdə belə oldu deyərək, öz həyatımızı qura bilmərik. İnsanlar, elə o da bizə aparır ora ki, görürsünüz nə qədər problemlər yaranır.
nə qədər xəstəliklər yaradır. Doktor, amma mən baxanda düşünürəm ki, nə yaxşı, biraz boşqabda yemək yeyirlər, nə qədər vitamin atırlar. Bizdən deyərdim ki, mən düşündüyümdür ki, daha sağlamdılar. Xeyr, elə düşünməyin. Onlarda bizə elə gəlir. Onların üzlərinə baxanda torpaq rəngi verirlər. Heç də siz düşündüyünüz qədər deyil. Yəni, insana doğrudan da hər zaman sağlam qidalanmaq çox vacibdir, amma bunu da düzgün şəkildə çatdırmaq lazımdır ki, necə Nərgiz Tibb Mərkəzinin rəhbəri, tibb elmləri doktoru Məlahət xanım Qəhrəmanova çatdırır. Baxın, yəni gördüklərimiz bizi aldatmasın, doktor. Bəli, baxın, mən bu mövzuya bir də qayıtmaq istəyirəm. Bayaq qeyd elədim ki, insanlar özünə lazım olan vitamini bizim ölkəmizdə bugün heç bir müayinə aparılmadan dəqiq bilmir ki, onda D nə qədərdir, kalsi nə qədərdir. Məsələn, məndə bugün kalsi azdır, ya çoxdur, bilmirəm. Gedib içirəm onu. Elə aldığınız vitaminlərin tərkiblərinə baxırsınız və o vitaminlərin tərkibində çox miqdarda minerallar var. Əgər bugün məndə kalsi normaldırsa, sink normaldırsa, mən onu içib orqanizmi yükləyəcəmsə, sabah mənim başqa problemlərim ola bilər. Bayaq qeyd elədiyim kimi, elə vitaminlər var ki, bir-birini tamamlayır. Kalsisi olmayan D-yi içir, D-yi olmayan kalsini içir. Yəni, onlar bir-birindən uzlaşmır. Yəni, kör-körənə içilən vitaminlər sabah xəstələrdə başqa həssaslığa gətirib çıxarır. Sovetlər devrində bizim, məsələn, öz devrimizdə, yəni öz təcrübəmizdən deyirəm ki, B qrup vitaminlər bir yerdə içilmirdi, vurulmurdu. Amma bugün o qədər sastavlar var ki, hamısı eyni vaxtdadır. Niyə allergiya bu qədər artıb? Allergik həssaslığı artıran bəzi vitaminlər var ki, onları düzgün içmədikdə bugün istifadə olunacaq, içəcəksən, özü yaxşı isə, amma bir ay, 5 ay sonra nə gözləyirsən, onu bilməyəcəksən. Ona görə həkim məsləhəti olmadan içilən vitaminlər, tutulan pəhrizlər, həkim müayinəsindən keçmədən içilən bunların çox böyük gələcək problemləri ola bilər. Məsələn, mən bir şeyi araşdırdım ki, bugün bir çox, məsələn, preparatlar var ki, kosmetoloji. Çünki bunu mən araşdırdım və öyrəndim. Bir neçə xarici ölkələrdə olan tanıdığım həkimlərlə də konsultasiya elədim ki, məsələn, bugün vurulan müəyyən kosmetik vasitələr var dəriyə. Biolardır da deyirlər. İstər biolar olsun, istər mezoterapiyalar olsun, istər. Mən açıq deyəcəm buradan ki, çoxları elə bilir ki, mən üzümə botoks eləyirəm. Mən bugünə kimi mən botoks vurmamışam. Doktor, mən 3 dəfə vurdurmuşam. Yaxşı eləmişsən. Amma niyə görə deyirəm bunu? Vurdurmaq olar. Mən heç kimin demirəm ki, vurdurmayın. Ziyanı çoxdur. Əgər ona ehtiyacın varsa, yeniyetmələr, cavanlar, yerindən duran hamı bu prosedurları istifadə edirlər. Amma sənin ehtiyacın olduğu anda, 60-dan sonra mən başlamışam ki, nələrisə eləməyə. Demirəm, amma əgər o şeyin sənə illərcə, bəzən indi biraz mövzudan kənar da olsa deyirəm ki, niyə görə bunu vurğulayıram? Araşdırma apardım ki, o vurulan preparatlar ki var, hələ 5 il, 3 il sonra nə verəcək? Məlum deyil. Ona görə nə gəldi, necə gəldi, onu vitamini içməliyəm, bunu vurmalıyam. Sən birinci mədə bağırsağını düşün, sən birinci ödün qaracəri funksiyasını düşün, sən onları tənzimlə, dərindəki o cavanlığı, dərindəki o təravəti, dərinin parlaqlığını o zaman daha effektiv görərsən. Xəstələr gəlir, bayaq dedim ki, o bir qız uşağı gəlmişdi evdə valideynə. Deyirəm, sən gəlib burada, evdə deyirsən, yemək yemirəm. Bu uşaq yemək yemir. Gətirib həkimə xərclədiyin, bu analizlərə verdiyin pulları, ged evdə otur qidana ver də. Ged normal qidalan, valideynə niyə əziyyət verirsən? Əgər sən bugün yeməyəcəksənsə, həkimin yazdığı dərmanla sən sağalmayacaqsan. Sənin normal qida rasionun olmalıdır. Deyirik, qabda bir balaca görürük ki, yemək yeyirlər. Onlar səhər durur, yuxudan sokunu da içir, düzgün qida rasionuna diqqət yetirir. Onlar lazım olan mineralları, vitaminləri az da olsa alırlar natural. Ən əsas vitaminlər. Əsas lazım olan. O rasionda onlar var.
mən də onlara diqqət eləyərəm. Amma mən kiminsə nə elədiyinlə yox, orqanizmin bugün, mənim orqanizmim məndən nə tələbatı var. Sənin orqanizmin səndən nə tələb edir, onu öyrən. Onu heç kim fikirləşmir, doktor. Ancaq insan öz istədiyini həyata keçirməyə çalışır. Məsələn, mən bugün qabağıma bir yemək qoyanda fikirləşirəm ki, bu qida mənə nə verir? Ya bunun tərkibində nə var? Hər şeyi də yemərəm. Yiyirəm də lazımı qədər rasionuma ki, insan tək özümdən getmir. İnsan qabağına qoyduğu qidanın, sən o kalbasanı yedin, o sosiskanı yedin, bütün günü fast food da yemək olar, restoranlara da getmək olar, hər yerə. Ayda 3 dəfə, 5 dəfə. Amma bütün günü qida rasyonu sənin ondan asılı olacaqsa, sənin ötküsənin funksiyası normal olmayacaq. Qaraciyərdə lazım olan balans olmadıqda get-gedə immun sistem zəifləyir və xəstəliklərin artmasına səbəb olur. Keyfiyyətsiz qida ilə uşaqları qidalandırırıq, özümüz qidalanırıq. Əgər biz o qidanın tərkibində olan o yağlı, o xoşumuza gələn dad, o peripravalar, ədabalar, vururlar. Bunlar bizim hamının öz ağız zövqü var, istər damaq dadı var da. Amma insanın həzmi normal olmadıqda, məsələn, gün ərzində sən 1-2 dəfə yiyəcəksənsə, o öd işləməyəcək. Ödün funksiyası normal olmayacaq. Öd az-az yiyib, tez-tez yedikdə ifraz oluna bilir. Doktor, ümumiyyətlə, neçə dəfə qidalanmaq lazımdır? Gün ərzində, əgər biz əvvəlki qaydanı götürsək, 5 dəfə qidalanmalıdır insan. 4 dəfə qidalan. Amma sənin normal qida rasyonun olmadıqda, sənin orqanizmində lazım olan balans olmayacaq. Və orqanizm, mən demirəm aşırı yemək, amma az-az tez-tez gündəlik normal balansı tənzimləmək lazımdır. Yemək tək ətdən, yağdan ibarət deyil ki. Qida rasyonunda göyərtidir, meyvədir, tərəvəzdir, məsələn, quru meyvələrdir, məsələn, sidikovucu içirlər. Çox gözəl sidikovucu dərman bitkilərimiz var. O bitkilərdən də istifadə edə bilərsən. Sən niyə görə hər gün o tabletkanı içməlisən? İndi mən təbii vasitələrlə müalicə mərkəzi olaraq mən bunları deyirəm. Hər kəs öz qidasını, rasionunu özü bilir. Amma aşırı dərman içmək, aşırı dərəcədə öz başına vitaminlərin içilməsi normal hal deyil. Yəni, o ovuçla vitaminlər içən ölkələr olsun, hara olur olsun, mən kimə görəsə orqanizmimi saxlamalı deyiləm. Biz, məsələn, öz keçmişimizə də baxsaq, həmişə tarixi abidələrimizi qoruyuruq, keçmişimizi saxlamalıyıq, tariximizi qorumalıyıq. Qida rasionunda da, qida mədəniyyətində də bunları biz aşılamalıyıq. Bu bizim qida rasionumuzda, mədəniyyətimizdə də bu olmalıdır. Gözəl təbiətimiz var. Orqanizmin balansını bu aylarda yığmaq lazımdır. Yaz, məsələn, payıza qədər, yazdan payıza qədər insan orqanizmi qışa hazırlığı bu aylarda görməlidir. Uşaqlarımız üçün də, böyüklərimiz üçün də, yaşlı nəsil üçün də normal qida rasionu olsa, orqanizm sağlam olar. Siz demişkən, aşırı yeməyi mən də sevmirəm, tövsiyə də eləmirəm. Amma gündəlik balansı qida rasionunda o dərmanları içməkdənsə, sən bilməlisən ki, bugün içdiyim bir stəkan süd mənim gündəlik kalsi balansımı tənzimləyir. Bugün yediyim bir boşqab deyək ki, qatıq olsun, tvarok olsun, şor olsun. Bunlar sənin kalsi balansını tənzimləyirsə, sən gündəlik rasionuna onu daxil elə. Yağdan indi hamı qaçır. Yağ bağırsaqlar üçün də, orqanizm üçün də önəmlidir. Niyə onu demirsiniz ki, Avropada gedib oturduğun hər bir restoranda birinci yağ çörək gəlir onun üstünə. Zeytun, yağ çörək. Zeytun olmasa da kərə yağı mütləq gəlir. Avropanın bütün ölkələrində olmuşuq. Hansı restorana girsən, birinci bir kusok 50 qram yağ və çörək gəlir. Harada bizim ölkədə var belə şeylər? Hamı yağdan qaçır. Hamı yağdan qaçır. Amma həzmdə o da önəmlidir. Zülal. Zülal bitkilərimizdə çoxdur. Mərcidir, noxuddur, lobyadır. Bunlarda zülal var. Bunlar natural zülaldır. İnsan orqanizmi üçün önəmli. Məsələn, tək ət deyil ki. Bunlardan da istifadə olunmalıdır. Göyərtilərin tərkibində minerallar çoxdur. Göyərtini elə ailələr var ki, heç istifadə eləmir. Amma qeyb kalsini içəcəksən, daha çox
fəsad alacaqsan. Amma göyərti çox gözəl həzm olunur, lazım olan balansı da qaraciyər götürür. Bizim istəməyimizlə hər şey alınmır. Çünki orqanizmin öz sistemi var, öz sxemi var və ona uyğun da orqanizm bizdən lazım olan mineralları da, vitaminləri də, qidanı da alır. Bu sistemi Allah elə yaradıb ki, qurban Allaha. Mən həmişə deyirəm ki, insan orqanizmi o qədər saat kimi dəqiq bir-birindən asılı olaraq işləyir. Onu düzgün qidalandırıb, tənzimləyib, artıq yükləməklə deyil. Ya mən sizin dediklərinizlə razıyam. Aşırı yeməklərin, yemək o demək deyil ki, sən immun sistemi lazım olan qidanı yeməlisən. Gündəlik sənə lazım olan tələbatı ödəməlisən. Sokda iç. Bütün xarici ölkələrdə yuxudan duran kimi hamısı bir apelsin soku içir. Ya kök soku içir. Bizdə kim içir onu? Çox az ailələr içir. Amma dərmanı deyən kimi hamı eşidir, daha rahatdır da. Soku çəkmək o qədər asan deyil. Tənbəllik. Tənbəl. Amma tabletkanı içmək çox rahatdır. Ona görə o vitamini içmək şərt deyil. Hər kəs öz qida rasionunu. Qaraciyərində ödün də funksiyası, mədə bağırsağın da, həzm sisteminin də funksiyası hardan asılıdır? Bizim yediyimiz qidalardan. Adi qaymariti götürək. Qaymarit xəstəlik, qaymariti mən çox gözəl, məsələn, sinusitdir, qaymaritdir. Bunları çox gözəl müalicə üsulu var, təbii üsullarla. Baxın, gəlin qısa bir məntiqlə bir şey ki, qış aylarında bütün qadınlar, qızlar, oğlanlar, uşaqlar, yeni yetmələr, hamısı başını yuyur, çıxır bayra. Yox, qışın qış geyimi olmalıdır. Üzr istəyirəm, hamısı qarnı açıq, gəlir, xəstə gəlib qarnı açıq, deyir ki, mənim böyrəklərim ağrıyır. Bu böyrək neyniyəcək ağrıyacaq? Çox gözəl deyirsiniz, doktor. Böyrək neynə bak, qışın günü niyə sən qarnı açıq gəzməlisən? Təbii ki, böyrək ağrıyacaq, ginekoloji problemin də yaranacaq. Əksəriyyət bu şeylər var. Ona görə də hər kəs öz həyat rejimini istənilən qaydada qura bilər. Doktor, çox sağ olun, çox maraqlı, maarifləndirici çıxış etdiniz. Minnətdaram sizə. Öz adımdan, bizim gözəl izləyicilərimiz adından çox maraqlı oldu həqiqətən də. Vaxtımız bitdi, əziz izləyicilər. Biz yenidən görüşəcəyik. Studiyamızın qonağı Tibb Elmlər Doktoru Nərgiz Tibb Mərkəzinin rəhbəri Məlahət xanım Qəhrəmanova idi. Doktor, minnətdarıq və sonda